Həyatının ən gözəl illərini yaşayan Xizir Derbiçev bir anda elə bir qərar verdi ki, bu qərar onun adını minlərlə insanın qəlbinə yazdı. Məlumatlara görə, dostu çayın güclü axınına düşəndə Xizir tərəddüd etmədən onu xilas etmək üçün suya atıldı. Kiçik yaşına baxmayaraq, o öz təhlükəsizliyini deyil, dostunun həyatını düşündü. Dostu xilas ola bildi, amma Xizir özü güclü axına qapıldı. Hadisənin şahidlərindən olan dostu isə sonradan verdiyi müsahibədə Xizirin necə bir insan olduğunu göstərən sözlər deyib. Onun sözlərinə görə Xizir həmin an belə deyib: "Gəl onu xilas edək. Axı biz kişiyik. Biz də onun yerində ola bilərdik." Он говорит: давай, мы же мужчины, давай его спасем, мы же могли бы тоже утонуть. Я ему говорю: не надо, я хотел уже старших позвать. Вот. Он говорил: давай его быстрее уже спасем. Bəlkə də bu sözləri deyən uşaq cəmi 8 yaşındaydı. Amma həmin an göstərdiyi cəsarət bir çox böyüyə nümunə ola biləcək qədər böyük idi.